Relyef formaları haqqında danışaq. Deməli, relyef yerin nahamarlıqlarının cəminə deyilir. Relyefi geomorfologiya elmi öyrənir. Qapalı və açıq olmaqla iki yerə bölünür. Qapalı relyef formasını sizə göstərim. Nə deməkdir? Deməli, uşaqlar, bir relyef formasını horizontallarla çəkə biliriksə, bu şəkildə, məsəl üçün horizontallarla iç-içə mən onu təsvir eləyə bilirəmsə, deməli bu qapalı relyefdir. Məsələn, buna nə aid ola bilər? Göl çuxuru, məsəl üçün deyək ki, dağ. Necə olur? Dağı da horizontallarla təsvir eləyə bilirik. Gölün çökəkliyini də həmçinin. Açıq relyef forması odur ki, onun təsvirində horizontallar istifadə olunmasın. Məsəl üçün, bir axan çaydır, tutaq ki, deyək, onu biz horizontalla təsvir eləyə bilərikmi? Xeyr. Aha, deməli, bir də relyeflər bölünür sadə, mürəkkəb relyef formalarına. Sonra mənfi, müsbət. Mənfi odur ki, çökək relyef formalar, məsəl üçün dəniz, okean, göl. Müsbət relyef forması odur ki, hündür təpələr, dağlar, vulkanlar və s. Endogen proseslər yerin daxilində baş verən hərəkətlilikdir. Vulkandır, zəlzələdir. Eksogen proseslər isə relyefin günəşin, küləyin, istinin, soyuğun təsiri ilə formalaşmasıdır. Məsəl üçün, eksogen proseslərə nəyə aid eləyə bilərik? Səhralarda qum tirələri ki, yaranır. Külək sağdan vurur, soldan vurur. Qumlar oraq şəklində yaxud təpəcik şəklində formalaşır. Sonra fiziki aşınma nəticəsində süxurlar parçalanır. Məsələn, şahid dağlar yaranır. Normalda şiş uclu dağlar zaman keçdikcə günəşin, küləyin, istinin, soyuğun təsiri ilə nə olur? Başı get-gedə hamarlanır və düzbucaqlı şəklə çevrilir. Yəni, xarici qüvvələrin təsiri ilə bir relyef formalaşırsa, buna eksogen proseslər deyirik. Yox, daxili hərəkətlərin nəticəsində, məsəl üçün, deyək ki, subduksiyadır. Okean tavası gömüldü materikin altına, quruda dağlar yarandı. Yaxud da konvergent prosesdir. Tavalar toqquşdu, dağlar yarandı. Yaxud divergent prosesdir. Tavalar aralandı, içərdən vulkan çıxdı, orta okean dağ silsilələri yarandı. Bunların hamısı daxildəki proseslərin nəticəsində baş verdi. Belə olanda buna deyirik endogen proseslər. Deməli, relyef formaları 5 yerə bölünür. Planetar, mega, makro, mezo, mikro. Planetar, yəni ən böyük relyef formaları. Yer kürəsində ən böyük relyef formaları okean çökəkləri və materiklərdir. Materiklər. Bunlar olur ən böyük relyef formaları. Bundan başqa materik, okean yatağı, okean çökəkləri, iri dağ sistemləri. İri dağ sistemləri hansılardır? Ant Kordilyer, Alp Himalay və okeandakı dağ silsilələri. Deməli, planetara nə aid oldu? Okeanlar, materiklər, iri dağ sistemləri. Bunlar aid oldu planetar relyef formasına. Sonra gəlir mega relyef forması. Mega da bu adını çəkdiklərimizin bir hissəsidir. Məsəl üçün, deyək ki, Alp Himalay dağ qurşağı planetardır, yəni böyük bir sistemdir. Onun bir hissəsi tutaq ki, Qafqaz dağlarıdır, yaxud Himalay dağlarıdır. Bu da olur, deməli, mega relyef forması. Deməli, Alp Himalay özü planetardır. Oradakı dağlar, məsələn, Alp dağları, Qafqaz dağları, Himalay. Bunlar isə mega relyef formasıdır. Qafqazın hissələri, yaxud digər dağların hissələri isə olur makro relyef formaları. Makro. Məsəl üçün, Baş Qafqaz, yan silsilə, bizdə olanları deyirəm. Bunlar olur makro relyef formaları. İkisi qaldı orada, mezo ilə mikro. Bunlar da, mezo ilə mikroda, xarici qüvvələrin təsiri ilə yaranan relyef formalarıdır. Məsəl üçün, yazılıbdır ki, meza relyef forması eksogen mənşəli relyef formasıdır. Yəni, məsələn, çay dərəsi necə yaranır uşaqlar? Su axır, bir dərə formalaşdırır. Xarici prosesin nəticəsində yarandı. Sonra yarğanlar, qobular, yarğanı qobunu da su yaradır. Məsələn, leysan yağış yağırsa, o leysan belə axdığı yerdə bir şırım yaradır. Sonra
moren tirələri, bu da buzlaqların yaratdığı relyef formasıdır. Sonra var mikro, daha kiçik relyef formaları. Bunlar da məsələn karst qıfıdır, hansı ki yeraltı sular yaradır da bunu. Yarğanlardır, daha kiçik yarğanlardır. Daha kiçik relyef formaları da mikroya aid oldu. Bir dənə indi toparlayaq. Planetar, mega, makro, mezo, mikro. 5 relyef forması oldu. Planetar, tutaq ki, okean çökəkləri, materiklər iri dağ sistemləridirsə, onun hissələri olur mega relyef forması. Meganın hissəsi də olur makro relyef forması. Bu ikisi isə mezo ilə mikro xarici qüvvələrin təsirindən yaranan relyef formalarıdır. İndi gəlin dağlara baxaq. Uşaqlar, dağlar səhifə 73-dən gedir söhbət, 73 kitabda. Dağlar hündürlüyünə görə 3 yerə bölünür. Hündür, alçaq, orta, hündür dağlar. Deməli, 1000 metrə qədər olan dağlar alçaq sayılır. 1000-2000 arası hündür, orta, 2000-dən çox olanda isə hündür dağ sayılır. 1000 metrdən alçaq ərazilər isə düzənliklərdir. Məsəl üçün 200 metrə qədərdirsə, buna deyirik, dağın hündürlüyü 200 metrə qədərdirsə, biz ona dağ demirik, təpə, təpəcik deyirik. Sonra, deməli, dağ nəyə deyilir? Şiş uclu, zirvəsi, ətəyi olan relyef formasına deyilir. Ucu ilə ətəyi arasında qalan hissəyə dağın yamacı deyilir. Deməli, uşaqlar, hündürlüyü 2000 metrdən yüksəkdirsə, məsəl üçün deyək ki, su ayırıcı dağlar, çox hündür deyil, Appalaç dağları, hündür deyil daha çox, amma 2000 plusdur deyə biz bunu hündür dağ götürürük. Sonra, deməli, yaşına görə dağlar bölünür 3 yerə, qırışıq, qırışıq faylı və faylı dağlar. Qırışıq odur ki, yəni cavan dağlar, Alpdir, Himalaydır, Qafqazdır, Pamirdir, Zagrozdur, Pontdur, Tavrdır, Elbrusdur və s. Bunlar olur qırışıq, yəni ki, hələ də qırışa-qırışa qalxır yuxarı. Qırışıq faylı odur ki, dünyada 3 dənədir. Altay sayan Tianşan dağları, əvvəl qədim dağlar olub, sonradan orada proseslər gedibdir və o dağlar yenidən cavanlaşmaya məruz qalıbdır. Altay sayan Tianşan yenidən fəallaşan dağlardır. Faylı dağlar isə artıq hərəkətliliyini tamamilə itirmiş, onu hündürləşdirən proseslər getmir artıq. Əksinə, xarici qüvvələrin təsiri ilə hündürlüyü ildən ilə alçalır, yəni aşınmaya məruz qalır. Bunlara da aiddir Appalaçdır, sonra Appalaçdır, Böyük su ayırıcıdır, Uraldır, Skandinaviyadır və s. Sonra vulkanik dağlar isə o biri dağlardan fərqli olaraq silsilə yaratmır. Tək bir zirvədən ibarət olur. Sonra, bir də şahid dağlar var. Şahid dağlar ən çox Afrikadadır. Afrikada səhifə deməli 30-da Əhəqqar, Tibesti, Darfur dağlarıdır. Bu hissədə adlar verilib. Deməli, Əhəqqar, Tibesti, Darfur şahid dağlardır. Bunlar aşınma prosesi nəticəsində artıq bu dağların sadəcə hissələri qalıbdır. Buna da deyilir şahid dağlar. Dağların hündürlüyünü bir də soruşacağım sizdən. Təkrar.